Sual vermək istəyirdim ki, mən ac qalmaqla müalicə eləmək istəyirəm özümü. Ancaq ki, məndə ödüm yoxdur. Mən bunu necə edə bilərəm? Ödünüz yoxdur? Bəli. Eyni qaydada cəmaət kimi ödün yoxdur da. Nə qədər vaxt ödünüz çıxardılıb? Bir 12 ildir. O orqanizm öyrəşib orada kollaterallar əmələ gəlib. Narahat olmayın. Yəni aclıq eləyə bilərəm. Bilərsiniz, ancaq elmini bilirsiniz, elə bilərsiniz. Yəni insanlar onu elmsiz eləyirlər. Çox ağır fəsadlara gətirmişlər. O nədir ki, doktor elə? Yəni bu şey haqqında gələ bilərəm sizin yanınıza. 100% gələ bilərsiniz. Orada həm də biz onun o ac qaldığın dövrdə sizə verdiyimiz məlhəm sizi qoruyur, sizi saxlayır, enerji verir. Orada nədən gedir Samir bəy? Məsələn, adamlar... Təşəkkür edirəm. Çox sağ olun xanım sualınıza görə, maraqlı sualınız. Xanım nə dedim, tam aydın. Arıqlamaq. Ödüm yoxdur. Arıqlama üsulundan istifadə edə bilərəm mi? Arıqlama üsulundan O da 12 ildə ödü çıxarılıb, heç bir problem yoxdur. Orada da arıqlamaqda elmi nədir, elmi cəhətçə? Biz məsələn, mən deyirəm ki, 1 gün yazılıq, 5 gün yazılıq, 7 gün yazılıq, sonra 21 gün yazılıq, 40 gün yazılıq. Bu insanlar elə başa düşür ki, 40 gün yazılıq deyəndə 40 gün ac qalmalıdır. Elə deyil. 40 gün yazılıqsa, sən onun 20 gününü, 21 gününü ac qalırsan. 20 günü də onun aclıqdan çıxmaq günüdür. Ona görə də, indi biz gəlir, görürəm nə günə qalıb, deyirəm, bu nədir? Deyirəm, mən 40 gün aclıq elədim. Deyirəm, elə şey olar mı? Sən bunun bir elmi tərəfi var axı, bunun nə ilə eləməlisən, nə qədər maye qəbul etməlisən, hansı fiziki hərəkətlər altında olmalısan. Doktor, çox